Azərbaycanda 67 yaşlı general-mayor Nazim Əliyev özündən 35 yaşlı kiçik xanımdan ailə qurub. Məlumata görə general-mayorun ailə həyatı qurduğu şəxs 33 yaşlı Həcər Mirzəyevadır. Diqqət çəkən məqamlardan biri isə Həcər Mirzəyevanın da tanınmış hərbi siyasi ailəyə mənsub olmasıdır. Belə ki, o, gömrük general-mayoru Ehtiram Xəlilovun bacısı qızıdır. Həcər Mirzəyeva hazırda Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyində Yeni Azərbaycan Partiyasının təşkilat xətti üzrə məsul vəzifədə çalışır. O, agentlikdə YAP Binəqədi Ərazi Təşkilatının sədr müavini vəzifəsini icra edir. Təhsilinə gəlincə, Həcər Mirzəyeva Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib, daha sonra finans və kredit ixtisası üzrə magistratura təhsilini başa vurub. Siyasi fəaliyyətə isə erkən yaşlarından qoşulub. O, 2009-cu ildən Yeni Azərbaycan Partiyasının könüllü üzvü olub. 2021-ci ildən etibarən isə Milli Aerokosmik Agentlikdə YAP-ın Binəqədi Ərazi Təşkilatında sədr müavini kimi fəaliyyət göstərir. İş fəaliyyəti dövründə Həcər Mirzəyeva bir sıra mükafatlara layiq görülüb. O, peşə medalı ilə təltif edilib. Həmçinin Binəqədi rayon YAP təşkilatı üzrə ilin ən fəal gənci nominasiyası üzrə fəxri fərman alıb. Qeyd edək ki, general-mayor Nazim Əliyevin bu evliliyi həm yaş fərqi, həm də ailələrin yüksək vəzifəli şəxslərlə bağlılığı səbəbindən cəmiyyətin diqqət mərkəzindədir.